Ötən il Azərbaycana 151 baş safqanlı cinslərə aid olmayan diri, ətlik və digər atlar idxal olunub. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan diri atların bir başının orta gömrük dəyəri $1133 olub. Qeyd edək ki, Azərbaycana ən çox diri at Rusiyadan gətirilib. Rusiyadan 81 baş at idxal olunub ki, bir başın orta gömrük dəyəri $331 təşkil edib. Bundan başqa Azərbaycana bir başı $200-dan 50 baş at Qırğızıstandan idxal edilib. Ötən il Azərbaycana bu ölkələrdən diri ətlik və digər atlar gətirilib. Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycan xarici ölkələrə 4 baş safqanlı diri at, 2670 baş diri ətlik at ixrac edib. İxrac olunan safqanlı diri atın bir başının orta gömrük dəyəri 1615 manat, diri ətlik atın bir başının orta gömrük dəyəri isə 354 manat olub.